Mən həyatı qırmızı görürəm, rəngli görürəm, al-əlvan görürəm. Mənim öz aləmimdə qara rəng mənim üçün yoxdur. Mənim üçün hər şey gözəldir. Bəziləri dünyanı gözləri ilə görür, bəziləri isə qəlbi ilə. Onun dünyası qaranlıq deyil, əksinə al-əlvan, işıqlı və ümid doludur. Müsahibim Suma Tapdıqova həyatın gözəl və rəngarəng olduğunu, lakin bəzən problemlərin öhdəsindən gəlməyin asan olmadığını deyir. Pillələrin az olmağını istəyərəm. Bizi kimi insanlara nəsə işarət olsun, məsələn, harasa maneə kimi olanda, məsələn, bildirsin. Var, amma o qədər də deyil. Addım atanda qorxuruq, məsələn, tək gedə bilmirik də. Yəni, kimdənsə köməyindən istifadə eləmək məcburiyyətində qalırıq. Suma Tapdıqova DOS İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xanəndəlik üzrə baş təlimçi kimi fəaliyyət göstərir. Musiqini qəlbi ilə yaşayır və hiss etdiklərini istedadlı gənclərə də öyrədir. Bəzi mahnılar var ki, məsələn, mən onlara göstəriş verirəm ki, məsələn, bu mahnının burasında məsələn, bizə öyrədilən kimi müəyyən mahnıların bəzi texniki yolları var ki, onları aşılamağa çalışıram ki, benefisiarlarımıza öyrənsinlər. Bizim hər günümüz burada yeni bir nailiyyətlərin qazanmağı deməkdir. Yəni, hər gün biz daha da irəli gəlirik. O, özünü yaşadığı, işlədiyi mühitin tam üzvü hesab edir və bacardığı qədər cəmiyyətdə digər vətəndaşlar kimi faydalı olmağa çalışır. Elə bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün müxtəlif işlər görülür. Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 34 benefisiar, görmə məhdudiyyətli benefisiarımız xidmətlərimizdən yararlanır. Qeyd etmək istəyirəm ki, onlar əsasən musiqi, dulusçuluq və bədii tikmə istiqamətləri üzrə öz yaradıcılıq potensiallarını təkmilləşdirirlər. 4 illik fəaliyyətimiz dövründə bizim mərkəzdə 110 görmə məhdudiyyətli benefisiarımız müxtəlif fəaliyyət istiqamətləri üzrə bizim xidmətlərdən yararlanmışdır. Ölkəmizdə görmə məhdudiyyətli şəxslərin digər həssas qruplarla birlikdə sosial müdafiəsi və reabilitasiyası dövlətin əsas prioritetlərindən biridir. Son illərdə Bakı şəhərində 132 mənzilli yaşayış binası tikilərək gözdən əlilliyi olan şəxslərin istifadəsinə verilmişdir. Həmçinin yeni yaşayış binalarında yüzlərlə mənzillər alınaraq bu kateqoriyadan olan şəxslərin istifadəsinə verilmişdir. Nazirlik tərəfindən gözdən əlilliyi olan şəxslərə pensiyalar, sosial müavinətlər ödənilir. Sonuncu dəfə bu ödənişlərin məbləği əmək pensiyaları üzrə cari ilin fevralın 1-dən artırılmışdır. Həmçinin əlilliyi olan şəxslərin, gözdən əlilliyi olan şəxslərin sosial müavinətlər və prezident təqaüdlərinin məbləği isə cari ilin iyulun 1-dən artırılmışdır. 30-a yaxın görmə məhdudiyyətli şəxs bu il sosial reabilitasiya xidmətlərinə cəlb edilib. Həmçinin əmək bazarına çıxmaları üçün özünə məşğulluq proqramına cəlb olunublar və kiçik sahibkarlıq fəaliyyətinə dəstək göstərilir. Şahnur Qasımova, Zahir Zahidoğlu, Lalə Rəhmanova, ATV Xəbər.